Salam əziz dostlar. Bu buraxılışda mən soydaşımız olan İran prezidenti Məsud Pezeşkiyanın Bakı səfəri ilə bağlı danışacağam. O gəldi, getdi. Pezeşkiyan bizim soydaşımızdır. Hər zaman Azərbaycana gəlib gedə bilər. Burada onun vətənidir. Xoş gəlib, səfa gətirib. Hər zaman biz onu deməyə hazırıq. Hər dəfə də maşallah gəlir bir şeir oxuyur. Əsasən də Azərbaycanlıların ən böyük şairlərindən biri olan sevimli şairimiz Şəhriyardan. Çünki Pezeşkiyan da bilir ki, Şəhriyar Azərbaycan xalqı üçün çox böyük şairdir. Onun şeirləri də bizim üçün çox əzizdir. Amma onu unutmayaq ki, yəni Pezeşkiyanın seçilməyinə də, səfərlərinə də, şeirlərinə də sevinən insanlar, sevinmək, yəni sevinək, yəni heç kim inkar etmir ki, yəni o türk deyil, o türkdür. Amma söhbət bilirsiniz nədir? Bizim sevincimiz biraz məntiqli olmalıyıq. Yəni bizim görürəm ki, insanlarımızda sadəlövhlük də çoxdur. Yəni Pezeşkiyanın bir şeir deməyi insanlarımızı, yəni səhv düşüncələrə, yəni gətirib çıxarır. Nə mənada? Yəni Pezeşkiyan şeir də deyə bilər, sabah Azərbaycanın himnini də əzbərləyib deyə bilər. Amma yəni bəzən o insan səhvən eyfariyə içində olur müəyyən şeylərdən. Burada da elə bir şey görürəm, yəni çox sevinirlər insanlar. Görürsünüz, Pezeşkiyan Azərbaycan dilində şeir dedi, Azərbaycan dilində danışdı. Türkdürsə, təbii ki, o Azərbaycan dilində danışmalıdır. Şeir də deməlidir. Lap Azərbaycanda əhalimizin bəlkə də müəyyən insanlar var ki, heç bəlkə də siyasətçilərdən də heç Azərbaycan himnini də bilmirlər, şeir də bilmirlər. Amma Pezeşkiyan əzbərləyir, deyir. Çünki yenə də deyirəm, yəni o bizim soydaşımızdır, yəni buna heç kim şübhə etmir. İranın bir siyasəti var. Pezeşkiyan İran siyasətinin nəticəsidir. Pezeşkiyan yəni xalqın içindən inqilabla filanla gəlməyib. Pezeşkiyan mərkəzi seçki, İran mərkəzi seçki komissiyasına müraciət eləyib, ya öz istəyi ilə, yəni müraciət edib, onun orada müraciəti, namizədliyi qeydə alınıb və Azərbaycanlılarla, əsasən türklər tərəfindən prezident seçilib. Çünki İranın bir siyasəti var. Baxın, həmən o Pezeşkiyan, yəni Azərbaycanı, ümumiyyətlə İran dövləti, mən hər zaman deyirəm, İran dövləti bir konsepsiyası var, bir dəsti xətti var. Ümumiyyətlə, onlar Azərbaycanı bilmək istəyirsinizsə, ay sevinən İran pərəstlər və yaxud o Pezeşkiyan pərəstlər, bilməlidir, İran Azərbaycanı dövlət kimi qəbul etmir. Yəni bunu biz bilək. İran Azərbaycanın Bakı hökuməti deyir, Bakı Respublikası deyir. Bu onların sənədlərində təsbit olunub, yəni boş şey deyil. Və Azərbaycanı, necə ki, vaxtı ilə bizim dövlətimiz qurulanda 18-ci ildə Azərbaycan adına qarşı çıxan bir məmləkətdir. Hələ onda hakimiyyətdə də Qacarlar idi, türklər. O vaxtı Türkiyədəki Qacarların, Osmanlı ərazisindəki nümayəndələri, yəni bu dövlətin adının Azərbaycan qoyulmasına qarşı çıxmışdılar. Ümumiyyətlə, Azərbaycan adlı belə bir müstəqil dövlətin yaranmağına qarşı idilər. Plus da adının da Azərbaycan olması onlar üçün dəhşət idi. Amma biz o dövləti qurmuşduq. İndidə İran dövləti buranı İranın bir hissəsi kimi hesab edir. Həmən o Pezeşkiyan da, bizim soydaşımız da bu Şimali Azərbaycanı İranın bir hissəsi deyən adamdır.
Hətta onu da bilmək istəyirsinizsə, misal üçün biz indi Turançılarıq, Azərbaycanın güclənməsindən, Türk dünyasının güclənməsindən danışırıq. Amma Cənubi Azərbaycandakı bizim soydaşlarımız bizimlə birləşmək istəyirlər. İstəyirlər ki, azad olsunlar filan. Amma bu hamılıq demək deyil. Oradakı Azərbaycanlılar da birləşmək deyəndə Şimali Azərbaycanın onlara gedib birləşməsindən söhbət gedir. Onların gəlib Cənubun şimala birləşməsindən, əsasən idarəetmənin burada olmasından söhbət getmir. Onlar deyirlər ki, biz gedək ora birləşək. Hətta hamımız bir olaq, elə Şimali Azərbaycan da birləşsin ora. Bu tək İran Fars dövlətinin siyasilərinin dediyi yox, hətta xalqın içində də var ki, Şimali Azərbaycan da birləşsin ora, bütöv elə lap Azərbaycan olsun, amma Azərbaycan adı bu uydurmadır. Yəni onu da istəmirlər. Fikir uydurmadır daha doğrusu. Yəni istəyirlər ki, elə bütöv İran olsun, elə deyirlər ki, İran da bizim türklərin dövlətidir də. Elə İran olsun, elə hamımız bir yerdə yaşayaq, amma dövlətimizin adı olsun İran. Yəni bunu biz bilməliyik. Və yaxud bu şeir deyən Türk olan Pezişkiyan, Azərbaycanı sevən Pezişkiyan gəldi axırıncı məsələdə niyə gəlmişdi və dedikləri nə idi? Dedi ki, nə edirsiniz Zəngəzur dəhlizi? Naxçıvana getmək istəyirsiniz, Türkiyəyə getmək istəyirsiniz, nə bilim, əlaqə olsun, yol olsun, gəlin biz sizə İran ərazisindən, Arazın yanından, Ağbənd deyirlər, hardan, nə bilim, düz Azərbaycan da onunla müəyyən əlaqələr, o yolla bağlı imzalar atılmışdı, maliyyə ayrılmışdı filan. Oradan yol gəlin buradan İran ərazisindən keçin gedin də. Nə edirsiniz eləyin, tək deyir o Zəngəzur olmasın. Bunu Pezişkiyan deyir də. Pezişkiyan da İran siyasətinin siyasətçisidir də. İranı idarə edir ali dini lider, sonra Sepah, İnqilab keşikçiləri, İranın xüsusi xidmət orqanları, qərar qəbul edənlər onlardır. Prezident orada icra edəndir. Onların qərarlarını icra edir. Səfərə gəlirsə də onların qərarların. Çünki, misal üçün bizdə, digər ölkələrdə qərar verənlər, misal üçün, birinci şəxsdir, onun aparatıdır filan. Amma orada elə deyil. Plus da bu insan açıq şəkildə deyir ki, yəni Zəngəzur dəhlizini nə edirsiniz? Zəngəzur dəhlizi Azərbaycan üçün tək bu yol deyil. Biz buradan Naxçıvana gedək, Naxçıvandan bura gəlsinlər. Bu bizim gələcəyimizdir. Azərbaycanın gələcəyidir. Biz ora Zəngəzur yolu deyirik. Amma onlar Turan yolu deyirlər. Həmən bu Türk Pezişkiyan, yəni ona qarşıdır. Biz şeirə, nə bilim, Şəhriyara, ona buna aldanmayaq. Soydaşımız da yenə də deyirəm, xoş gəlib, səfa gətirib. Türkdür, ona da şübhəmiz yoxdur. Amma onun türkçülüyü, şeir deməyi bizi aldatmasın. Bizim dövlətimizin öz siyasəti var, öz dəsti xəttimiz var. Zəngəzur dəhlizi bizim üçün olmazsa olmazdır. Mən əvvəldə demişəm. Hətta Ukrayna müharibəsi başlamadan Ruslar Xankəndində olanda, Rusların niyyəti orada fərqli idi. Orada insanları yığmaq, heykəlləri qurmaq, orada rus dili filan, orada gedişat fərqli idi. Hətta onda bir video çəkmişdim ki, Zəngəzur dəhlizi bizim üçün Xankəndindən də önəmlidir. Biz seçim arasında qalsaq, Xankəndi ilə Zəngəzur arasında biz Xankəndin yox, Zəngəzuru seçməliyik. Xankəndi bizim torpağımızdır, amma Zəngəzur bizim gələcəyimizdir. Biz unutmamalıyıq. Plus da Zəngəzur özü də, yəni Azərbaycan torpağıdır. Nə mənada? Biz 1918-ci ildə SSR-yə qəbul olanda biz SSR-nin qurucu dövlətlərindən biriyik. Çünki bilirdik onlar işğala gələcəklər onsuz da. İşğal olmasın deyə biz könüllü qoşulduq. Çünki nəticəni bilirdik.
və 114.000 kvadrat kilometrlə daxil olmuşduq. Sonra da bizdən Zəngəzuru aldılar filan, amma Ermənistanla, SSR Ermənistanı ilə Azərbaycan arasında sərhədlər müəyyənləşməmişdi. Yəni bu gün Zəngəzur Ermənistan, yəni daha doğrusu 29,3 kvadrat kilometrəyə qədər torpaqla dünyada rəsmi bilinsə də sərhədlər müəyyənləşməyib. Yəni o torpaq bizim torpaqlarımızdır. İnşallah ki, bizim də olacaq. Hətta mən düşünürəm ki, gələcəkdə Ermənistan və Gürcüstan Azərbaycana birləşəcək. Hətta Dərbəndin də Azərbaycana birləşməsini mən birləşəcəyini düşünürəm. Onu müddəti deyə bilmərəm. O Naxçı xalqları da Azərbaycana meyllənəcəklər. Görəcəksiniz, Şimali Qafqazda yaşayan xalqlar da. Yəni Zəngəzur yolu bizim üçün var olmaq yoludur. Adi bir insanların gedib gəldiyi səfər yolu, ticarət yolu deyil və yaxud Türkiyə ilə birləşmə. Bu Türk dünyasının və Türk dünyasının ümumiyyətlə mövcud olmağı üçün bu Zəngəzur yolu dəhlizi vacibdir. Pezeşkiyan bizim soydaşımız gəldi, şeir dedi, o bu dedi. Nə olsun, danışdı, müzakirələr elədi, sözün də dedi də. Sözün də dedi ki, biz Zəngəzura qarşıyıq, Zəngəzuru nə edirsiniz? Gəlin sizə yol verək. Tək İrandan keçişlə. Biz onsuz da İrandan keçib gedirik də ora. Türkiyəyə, Türkiyədən bura, nə bilim. Sadəcə orada daha çox torpaq bastı pulu, nə bilim, tranzit xərci veririk. Yəni onları tək Zəngəzur açılmasın deyə müəyyən xərclərindən keçir. O sərhəd, o yol biraz da Azərbaycan torpağına yaxın olsun, qısa olsun, gediş-gəliş rahat olsun deyə müəyyən güzəştlərə gedir İran. Amma yenə də elə istəyir ki, onun ərazisindən olsun. Bir neçə 100 kilometr yol qısalır. İndi İranın ərazisindən Türkiyəyə getdiyimiz yolla, əgər bu Ağbənd, Arazın yanından yoldan gedəriksə, bir neçə 100 kilometr qısalır. Lap ola bilsin orada az pulda ödəniş də edirsən. Onun ərazisində çox qalırsansa, yanacaq işlədirsən, otel, restoran, yaşayış obyektləri, nə bilim, müəyyən qazancları itirir. Amma yenə də deyir ki, Zəngəzur olmasın, buradan olsun. Pezeşkiyan deyir də. Pezeşkiyan demir, onu İran siyasəti deyir. Pezeşkiyan da onu bizə çatdırır. Ay türkdür, ay o belə şeylərə biz adi insanlar təbii ki, bunlara inanırlar biraz. Onsuz da dövlət siyasətində o qonaqdır, gəldi, fikrini bildirdi, protokol olaraq, nəzakət, dövlət ərkanı olaraq yerinə yetirilir. Amma bizə Zəngəzur lazımdır. Əslində bu Qarabağ müharibəsi vaxtı o Zəngəzur məsələsi də həll olunmağı üzrə idi. Yəni Türkiyə hətta böyük bir müharibə də olsa, çünki onlar Türkiyə Böyük Millət Məclisindən o imzaları da alıb, deputatların razılığını da almışlar. Qərar qəbul olunmuşdu ki, bu Zəngəzur məsələsi ümumiyyətlə həll olunsun. Böyük müharibə də olsa girək Zəngəzura, Türkiyə ilə, Naxçıvanla bu torpaq məsələsi bütövlük yaransın. Zəngəzuru götürək. Amma son anda müəyyən hadisələr oldu ki, biz onu eləyə bilmədik. Amma yenə də müqavilədə oranı bilirdilər. Rusiya da bilirdi ki, bizim əsas məqsədlərimizdən biri də elə Zəngəzuru, qədim dədə-baba torpaqlarımızı geri qaytarmaqdır, Qarabağla paralel. Onu bildiyi üçün müqavilədə Zəngəzuru qeyd elədi filan. Öz aləmində bu prosesi gecikdirmək və yaxud bizim başımızı sığallayıb aldatmaq idi. Amma fakt orada o söz də var da. Biz də o sözə əsasən, biz indi bu dəqiqə Zəngəzuru qədim dədə-baba torpaqları olmaqla bərabər, əsasən də biz müqaviləni əsas götürərək oranı tələb edirik də. Dədə-baba torpağını qoyduq kənara. O paraleldir. Amma əsasən bu müqavilədə nə yazılıbsa o icra olunsun. Ona gedilmir. Və buna da ən böyük qarşı çıxan elə İrandır. Yəni biz tarixən sadəlöv olmuşuq xalq olaraq. Biri bizim başımızı şeirlə, biri başımızı nə bilim mahnı ilə, biri başımızı nə bilim neylənsə aldadıb. Yəni aldanmamalıyıq. Yəni bu şeyləri bilməliyik.
Pezeşkiyanın məqsədi iqtisadi məsələlər idi. Orada müəyyən məsələlər də var. İndi təbii ki, bu siyasi məsələlərdir. Yəni o dövlətin biləcəyi şeylərdir. Tək təbii ki, bu iqtisadi məsələyə görə çoxlu sayda iş adamları ilə filanlarla gəlmişdi. Mənə elə gəlir ki, çox istədiyinə də nail olmadı. Çünki onun təklifləri məncə Azərbaycan dövlətinin siyasətinə tam təmin etmirdi. Siyasətini, belə maraqlarını təmin etmirdi. Amma tək orada o deyildi də, orada başqa məsələlər də var idi. İsrail ilə İran arasında problemlər, Amerika filan çox məsələlər var idi. Yəni onlar artıq siyasi mövzulardır. Yəni mən nəyi demək istəyirəm? Pezeşkiyan bizim həmyerli soydaşımızdır, türkdür. Bir tərəfdən də baxanda, yəni onun türkcəsini də biraz tam anlamaq olmur. Türkçədən çox talışçıya da oxşuyur. Türkçədən çox talışçıya da oxşuyur. Şeir də odur ki, yəni ingilis dilini, rus dilini bilməyən adam da rusca, ingiliscə şeir də əzbərləyə bilər, mahnı da əzbərləyib oxuya bilər. Ərəb dilini bilməyənlər necə ki, namazda ərəb dilində dualar oxuyurlar. Yəni elə şeylərə biz aldanmamalıyıq. Biz dövlətimiz var, dövlətimizin siyasəti var və biz öz dövlətimizlə bağlı yaxşı şeylər fikirləşməliyik. Dövlətimizin güclənməsi və gələcəyi ilə bağlı düşünməliyik. Kimsə sənin başına sığal çəkə bilər, xoş deyə bilər, amma niyyəti düzgün oxumalısan. Sənin başına sığal çəkənin kimliyini dəqiq analiz etməlisən. Kimliyini və o kimlər tərəfindən onu yönləndirildiyini, əsl məqsədin nə olduğunu bilməlisən. Yoxsa məhv olarsan. Növbəti videolarda görüşənə qədər salamat qal.